İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edirəm. Düşünürəm, baxımlı, maraqlı oyun alındı. Birinci isə 3-0 məğlub idik, amma halbuki oyun bərabər səviyyədə keçirdi və mən futbolçularım çıxışından razı idim. Sadəcə olaraq rəqib ələ düşən fürsətlərdən çox yaxşı istifadə elədi. Biz əksinə əlimizə düşən fürsətləri yaxşı dəyərləndirəmədik. Belə olan halda gözlənilməz bir hesab var idi 2 hissədən sonra. İkinci hissədə futbolçular qopmadı, mübarizədən sona qədər mübarizə apardılar. Sonunda standart vəziyyətdən sonra fərqləndi, amma oyunu çevirmək çətin idi, çətin görsənirdi. Futbolçularıma təşəkkür eləmək istəyirəm. Yaxşı oyunlarımızdan birini keçirdik. Sadəcə olaraq rəqib komanda bu səviyyədə son vuruşlarda, son ötürmələrdə dəqiq çıxış elədikdə nəticəni öz xeyri və dəyişmək çətin olur. Yenə də futbolçularıma göstərdikləri mübarizəyə, əzmkarlığa görə təşəkkür edirəm. İbrahim Bey. Sualım oldu. Birincisi, adətən sizə etibarlı müdafiəsilə inanılır, oyunu seçilir, amma bugün belə deyək, çox xırda səhvlər, yüngül səhvlər, yəni belə deyək, buraxırdı komanda. Yəni, sizə bu nə ilə bağlıydı? Yəni, burada rəqib komandanın ustalıq səviyyəsində nəzər almaq lazımdır, oynadığı oyun keyfiyyətinə nəzər almaq lazımdır. Qeyd elədiyiniz kimi müəyyən xırda səhvləri, texniki səhvləri dərhal oyunun ilk 30 dəqiqəsində rəqib istifadə elədi və dərhal bizi cəzalandırdı. Ancaq bundan başqa bir səbəb görmürəm. Ümumən taktiki cəhətdən verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar, intizamlıydılar, istəkliydilər. Sadəcə olaraq bugün hər şey rəqib üçün uğurlu alınırdı, amma bizim üçün əksinə. İlk gol epizodunda əli oxşuydu. Yəni, sizə düşünmüş ki, o qərar belə deyək, komandaya təsir edir. Düşünmürəm, həm də təsir edilməlidir. Hakimli haqda danışıb rəqibin belə deyək, qələbəsinə kölgə salmaq istəmirəm. Yaxşı keyfiyyətli futbol oldu hər iki komandanın ifasında, amma rəqib yenə deyirəm daha dəqiq idi son fazada və təbii olaraq qələbə qazandılar.